İranın yeni ali lideri Müçtəba Xameneyi müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində aldığı ağır üz və ayaq yaralarından hələ də müalicə olunur. Oxu Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Ona yaxın mənbələrin verdikləri məlumata əsasən, Tehranın mərkəzindəki kompleksə edilən hücum nəticəsində 56 yaşlı Müçtəba Xameneyinin üzü tanınmaz hala düşüb, bir və ya hər iki ayağı isə ciddi şəkildə zədələnib. Agentliyin məlumatlı mənbələrinə əsasən, yaralarının ciddiliyinə rəğmən Xameneyinin şuuru yerindədir və o, yüksək rütbəli rəsmilərlə keçirilən iclaslara səsli rabitə vasitəsilə qoşulur. Yeni lider müharibə və Vaşinqtonla aparılan müzakirələrə dair həlledici qərarların verilməsində birbaşa iştirak edir. Fevralın 28-də, yəni müharibənin başladığı gün həyata keçirilən hava hücumundan və martın 8-də atasının varisi təyin edilməsindən sonra Xameneyə aid heç bir şəkil, video və ya səs yazısı ictimaiyyətə təqdim olunmayıb. İranın BMT-dəki nümayəndəliyi Reutersin onun xəsarətlərinin vəziyyəti və ictimaiyyət qarşısına çıxmamasının səbəbləri ilə bağlı sorğularını cavabsız qoyub. Təyinat baş tutduqdan sonra İran Dövlət Televiziyasının aparıcısı Xameneyini müharibədə ciddi yaralanan şəxslər üçün nəzərdə tutulan cambaz ifadəsi ilə təqdim edib. Yaralanma ilə bağlı məlumatlar ABŞ-ın Müdafiə naziri Pete Hegseth'in martın 13-də Xameneyinin yaralandığı və böyük ehtimalla eybəcər vəziyyətə düşdüyü ilə bağlı səsləndirdiyi bəyanatla üst-üstə düşür. ABŞ kəşfiyyatına yaxın bir mənbə Reuters'ə açıqlamasında yeni rəhbərin bir ayağını itirdiyinin ehtimal edildiyini vurğulayıb. Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin baş nazirinin ofisi məsələyə münasibət bildirməkdən imtina edib. İnternet məhdudiyyətlərinə baxmayaraq, İranın sosial şəbəkələrində Xameneyinin ortalıqda olmaması geniş şəkildə müzakirə edilir. Müxtəlif sui-qəsd nəzəriyyələri və memlər paylaşılır. Bunların arasında işıqlandırılmış boş stul və Müçtəba haradadır yazısı olan paylaşımlar da mövcuddur. Hökumət tərəfdarları liderin gizli saxlanılmasını ABŞ və İsrailin hava hücumları təhlükəsi ilə əlaqələndirirlər. Məlumdur ki, bu cür hava hücumları nəticəsində ölkə rəhbərliyinin mühüm bir qismi artıq həyatını itirib. Martın 30-da ABŞ prezidenti Donald Trump Müçtəba Xameneyinin ya öldüyünü, ya da çox ağır yaralandığı iddiasını irəli sürüb. Martın 12-də isə xəbər aparıcısı onun xalqa ilk müraciətini İran Dövlət Televiziyası vasitəsilə səsləndirib. Daha sonra Xameneyi İslam Respublikasının ABŞ və İsraildən qisas alacağını bəyan edib.